Masallı rayonunun Ərkivan qəsəbə sakini Oruc Nəzərov uzun illərdir ki, meyvə ağaclarını zalaq etməklə məşğuldur. O, bu üsulla bir ağacda 4 cür alma, digər gövdə üzərində 5 növ gavalı, şaftalı ağacında isə ərik və digər meyvə növlərini yetişdirir. Zalaq ustasının sözlərinə görə may, avqust və sentyabr ayları zalaq vurma dövrüdür. Fərqli və məhsuldar ağac növləri əldə etməkdən ötürü zalaq vurmanın öz vaxtı, üsul və incəlikləri var. Meyvə bitkilərinin zalaq edilməsində qələm, keçirtmə, yarma, qabıq, göz, lülə zalaq üsullarından istifadə edən təsərrüfatçı deyir ki, ağacın ömrü yerli şəraitə uyğun seçilmiş zalaqaltının xəstəliyə, zərərvericilərə davamlı, geniş kök sisteminə malik olmasından asılıdır. Həyətyanı sahədə tinglərin becərildiyi bağda albalı, gilas, alça, gavalı, ərik, şaftalı, heyva, xartut, şahtut və digər meyvələrin zalağına rast gəlmək olur. Bağban ağacların suvarılmasına, onlara vaxtında qulluk göstərilməsinə diqqət edir. Yüzlərlə növ ting yetişdirib satışını həyata keçirən təsərrüfat sahibi bir meyvə fidanının satış qiymətinin tingin neçə illik olmasına uyğun olaraq dəyişdiyini bildirir. Oruc Nəzərov eyni zamanda təsərrüfatında 220 ədəd göyçə alçası da yetişdirir. Hazırda məhsul dərimidir. Akif Ağayev, Elsəvər Əliyev, Faiq Mirzə.